Baxın mənə gözəl qardaşlarım. Qarmağıma belə bir kart düşdü. Qızılı. Bunu buraxmamaq, vallah nə də olsa günahdır, Allahımızdan da olsun. Ama özü suyun bir gözəlliyidir, vallah. Ona görə də bunu buraxıram mən. Getsin, yaşasın. Baxın, 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 baxın. Hoppa. Get. Gör nə gözəldir də, vallah. Bunu buraxmamaq olar. Deməli, az əvvəl videoda gördüyünüz kimi fərqli rəngdə olan, daha gözəl gözümüzə görsünən bir şeylərə rəftarımız ənənəvi və sıradan görsünən nələrəsə rəftarımızdan tamamilə fərqli olur. Yəni balıq burada örnəyidir. Yəni misal olsun deyə bu balıqla duet elədim, qardaşla bunu paylaşdım ki, yəni sizə fikrimi çatdıra bilim. Yəni beynimizin işləmə mexanizması bu cürdür. Yəni baş verən hadisələrə, məsəl üçün də ənənəvi olaraq baş verən iş görüşmələri ola bilər, toplantılar ola bilər, yığıncaqlar ola bilər. Ona görə dönə-dönə deyirlər ki, geyiminizə, üslubunuza biraz daha diqqət eləyin. Yəni çünki həqiqətən də görünüşümüzlə bizi qarşılayırlar, burayla yola verirlər. Hələlik.